Təcrübə paylaşma video seriyamızın 9-cu videosu. 2016-cı ilin avqust ayı idi. Mən Türkiyəyə, İzmirin Urla ərazisinə təcrübə proqramına getmişdim. Tatut adlanan bir proqram vasitəsilə getmişdim. Mənim üçün ilk təcrübə idi və çox qəşəng təcrübə idi. Orada üzüm plantasiyasında işləyirdim və bir ailə ilə bir evdə qalırdım. O ailəyə bir gün bir qonaq gəldi. Adı Nevzat Sayın idi. Nevzat Sayını mənlə tanış etdilər və Nevzat Sayını mənlə söhbət etdik, danışdıq. Nevzat Sayın belə fərqli görünüşlü, cool bir adam idi. Məni Nevzat Sayınla tanış etdilər və dedilər ki, Nevzat Sayın İstanbulun ən məşhur memarlarındandır. Lakin mən inanmadım. Niyə inanmadım? Çünki mən Nevzat Sayının sürdüyü maşını görmüşdüm. Nevzat Sayın kiçik ölçülü bir Alfa Romeo adlanan maşın sürürdü. Hansı ki, mən düşünürdüm ki, bizim kəndin ən məşhur ticarətçisi, ən məşhur mağaza işlədəni belə ən aşağısı Land Cruiser sürür. Necə ola bilər ki, o bölüşdə olan İstanbulun ən məşhur memarı belə bir maşın sürsün? Və daha sonra ortaya çıxdı ki, xeyr, həqiqətən də Nevzat Sayın İstanbulun ən məşhur, hörmətli memarlarından imiş. Mən Azərbaycana qayıdandan sonra YouTube-da videoya falan baxanda Nevzat Sayın qabağıma çıxdı. Bundan əlavə insanlar danışarkən bu binanı memarlığını Nevzat Sayın edib və s. kimi şeylər eşitdim. Həm İzmirdə olanda eşitdim, həm də Azərbaycana qayıdandan sonra yenə müxtəlif platformalardan eşitdim. Burada çatdırmaq istədiyim nədir? Mən artıq o gündən bəri bu fərqindəliyi qazandım ki, Azərbaycanlılarda maşına status yükləmə anlayışı var. Maşını prestij kimi görmə anlayışı var. Və bununla ağlımız kəsər-kəsməz özümüzü kənara atmalıyıq. Hələ ki bu tip bir mühitdə böyümüsünüzsə, illər tələb edir. Hələ ki bir hissəniz bu tip bir mühitin hələ də parçasıdırsa, bundan özünüzü kənara atmaq çətindir, amma mümkündür. Ən azından bu istiqamətdə çalışmalıyıq və insanlara çatdıqları rifah səviyyəsi ilə dəyər verməməliyik. Nevzat Sayına bacarıqlı bir memar olduğuna görə hörmət etmək olar. Ona görə rəğbət göstərmək olar. İşini yaxşı gördüyünə görə rəğbət göstərmək olar. Amma sürdüyü maşının markasına, kateqoriyasına görə hörmət etməmək fərqindəliyini mümkün qədər tez qazanmalıyıq. Nə qədər tez qazansaq, bu hər birimiz üçün bir o qədər yaxşı olacaq. Belə, bu videoda sizlə istədim bu təcrübəmi bölüşüm. Nə düşünürsünüz? Siz də ətrafınızda bu tip şeylər müşahidə edirsiniz, yoxsa yox? Sağ olun, sağlıqla qalın.